Qadının səyahət qorxusu var və təbii olaraq ata uşağı ilə gedir, səyahət eləyir deyək ki. Səyahətdə münasibətlər tamamilə başqa bir macərada davam eləyir. Orada romantik münasibət yenilənir. Siz bir yerdə hansısa hisslər keçirirsiniz, o hisslər sizi bir-birinə bağlayır. Dopamin çoxalır, zövq, risk. Bir yerdə hansısa planlamanı eləyirsiniz. Yəni münasibətimiz yaxşılaşmağa doğru gedir. Belə bir кейs olmuşdu ki, münasibətlər yaxşı deyil və söhbət elə bir gəldi, çıxdı, özü kişi danışdı. Şikayət edən tərəf kişi idi. Halbuki yoldaşına demişdi ki, məsəl üçün yoldaşını həmişə rahat eləyibdi ki, sən narahat olma, sənin səyahət eləməməyin mənə problem yaratmır da, mən uşaqla səyahət eləyirəm də. Amma gəldim məsələn seansda onu başladı danışmağa. Ki mən istəyərdim, bəli, yoldaşımla səyahət eləyim. Münasibət pozulur, yenilənmir. Romantik duyğular ara-sıra yenilənməlidir, baş qaldırmalıdır. Dopamin artışı olmalıdır. Bir yerdə səyahətdə necə olur? Bir yerdə planlama edirsiniz, bir yerə gedirsiniz, oksitosin hormonu artır, bir-birinizə güvən hormonu artır. Baxın, bunlar baş verməyəndə, gündəlik rutində olanda insanlar, o hisslər yaranmır və sizin münasibətiniz yenilənmir, insanlar bir-birinə qarşı adiləşirlər.